Əfşarlar dövləti. Hansı əfşarlar şahlar? Səfəvilər dövlətinin keçdiyi bitirdi. Səfəvlərin süqutu nəticəsində yarandı əfşarlar dövləti. 1736-cı ildə Səfəvilər dövləti süqut etdi. Nadir xan əfşarlar dövlətini yaratdı və şah titulunu qəbul etdi. 1736-cı ildə Nadir Muğan qurultayında Suqovuşan adlı yerdə, Çilən arazı qovuşduğu yerdə özünü şah elan etdi. Və bunun nəticəsində inşallah yarandı əfşarlar dövləti. Əfşarlar dövlətinin paytaxtı olduğu Məşhəd şəhəri. Nadir'in şah olmasına qarşı etiraz edən tayfalar. Ziyadovlu, Otskilər. Bu tayfalar etiraz etdiyinə görə uşaqlar. Nadir şah onları Xorasana sürgülür. Qazdaq Şəmşəddin Qorçalı torpaqlarının Kartli hakimiyyətinə verdi. Həmin tayfaları cəzalandırmaq məqsədilə. Məliklər olub Azərbaycanda, sonra ki, özlərdə genişin keçirdi. Həmin məliklərin müstəqilliyini artırdı ki, separatlıq yaransın. Başa düşdük, separatlıq yaransın, onları cəzalandırmaq məqsədilə bu tədbir görür. Və neynədir? Uşaqlar, Səfəvilər dövründə biz sizdən keçmişik. Azərbaycan 4 bəylərbəydən ibarət oldu. Qarabağ, Şirvan, Təbriz. Həmin bəylərbəylik birləşib Vahid Azərbaycan bəylərbəyi adlandı. Oxşar Çar, Səfəv Şah 1-ci Abbasla. 1-ci Abbas yazıca gəlir, 1593-cü ildə Vahid Azərbaycan bəylərbəyi. Bu aradan Vahid Azərbaycan bəylərbəyi yaradı. Qardaşı İbrahim xanı orada təyin etdi bəylərbəyi. Mərkəzi oldu Təbriz şəhəri. Oğuz Zaqulun isə Xorasan ərazisində bəylərbəyisi təyin. Və özü 3 bəylərbəyi yaratdı. Məşhəd, Təbriz, Şiraz bəylərbəyisi yaratdı. Bu tədbirləri görəndən sonra Nadir Şah başladı fəaliyyət. Deməli, Nadir Şahın islahatlarından danışır. Uşaqlar, əvvəlcə bu adam baş vəzir, sədr əzəm vəzifələrini ləğv. Çünki onlar həddən artıq çox rüşvətxorluğa gedir. Ruhanilərin, feodalların torpaqlarını istismar edir. Ruhanilərin torpaqları, dindarların, din xadimlərin torpaqlarını əlindən aldı. İndi vaxtında inşallah biz keçəcəyik Türkiyə mövzusunu, Atatürk də bu siyasəti yedir, vəqf torpaqlarını ləğv etmişdir. Oxşar vəqf göstərməsi. Neynədir? Bəylərbəyi məmurlara maaş şəklində verilən torpaqları əlindən aldı, onlara nağd pul verdi. Oxşar cəhət çıxara bilərik kimlər? Dehli Sultanı Əlayətdə Xələc. Yəni icazə verilmədən. Dehli Sultanı Əlayətdə Xələc neynədir? Torpağı, feodala verilən torpağı əlindən aldı torpağı. Torpağın əvəzində nə verdi? Maaş verdi. Bu siyasət Dehli Sultanı kimlər oxşaracaq? Əlayətdə Xələc. Və vergini nağd puldan almağa başladı. Bu siyasət Moğol hökmdarı Əkbər Şahdan oxşaracaq. Bax, bunu Əkbər Şah deyilmişdir. Bu tədbirləri gördü. Hərbi islah keçirdi. Kəndliləri, rəiyyəti xidmətə cəlb edir. Fərqli cəhət çıxardaq. Frank İmperatoru Böyük Karl neynədir? Hərbi islah keçirdi. Kimləri xidmətdən azad edir? Kəndliləri. Nadir Şah isə rəiyyəti xidmətə cəlb edir. Təsəvvür edin inşallah, Nadir Şahın dövrü, Nadir Şah şərqin son fatihidir. Qüdrətli bir dövlət. Dövlətin daxilində vəziyyət bərbad vəziyyətlədir. Necə? Kəndlisindən, rəiyyətindən, iri feodalından, din xadiminə qədər hamı Nadirdən narazıdır. Hamı Nadirdən narazıdır. Amma xarici olan dövlət çox qüdrətli dövlət. Necə ki, qüdrətli dövlət? Bu adam 1737-38-də gedib Hindistana qədər çıxdı. Hindistan torpaqlarını tutur, Əfqanistanı tutur, Mərkəzi Asiya torpaqlarını tutur. Deməli, dövləti çevirir böyük bir imperiya. Amma ölkənin daxilində vəziyyət bərbad vəziyyətdir. Təsəvvür edin, kəndlini hərbi xidmətə çağırır. Kəndi kimdir? Kəndi təsərrüfatla məşğul olandır. Artıq kəndi təsərrüfatla məşğul ola bilmirdi. Məşğul ola bilmədiyində təsərrüfat zəifləyir. Vergi verir axı kəndi. Vergini verə bilmirdi. Bunlar da gətirib çıxarırdı üsyanları. Hələ Əfşarlar dövləti yox, Səfəvlərin dövründə Nadirin bu siyasətinə qarşı 1734-cü ildə Astarada, Car Balakəndə üsyanlar olmuşdu. Nadir Şahın dövründə isə 1738-41-ci illərdə Car Balakəndə Nadir Şah siyasətinə qarşı üsyan oldu. Oğlu getdi üsyanı yatıra bilmədi. Nadir Şah 41-ci ildə Mərkəzi Asiyadan qayıdandan sonra üsyanı yatıra bilmişdir. Qardaşı, daha doğrusu Nadir Şahın qardaşı İbrahim gedir döyüşdə. Döyüşdə məğlub olur, öldürülür. Sonra Nadir Şah gəlib üsyanı yatıra bilmişdir. Nadir Şahın hərbi islahatında dediyi kəndləri xidmətə cəlb etdi. Nadir Şahın ən böyük qələbələrindən biri hərbi donanma yaratmağa çalışdı və müəyyən tədbirlər gördü uşaqlar. Rusiyadan, İngiltərədən, Hollandiyadan mütəxəssislər gəldi. Xəzərdə hərbi donanma yaratmaq üçün müəyyən işlər gördü. Zəmburaç adlanan silahlardan istifadə edildi. Lakin Osmanlı dövləti ilə başlanan müharibə Nadir Şahın Xəzərdə hərbi donanmanı tam istənilən şəkildə qurmasına maneçilik verdi. Yəni yarımçıq qaldı bu islahat. Həyata keçirə bilmədi, tam həyata keçirə bilmədi. Buna qədər problemimiz yoxdur ki, uşaqlar. Deməli, davam edirik nədən?
Davam edirik. Nadir Şahın siyasətinə qarşı dedik üsyanlar oldu. Tarixdə birinci, ikinci, üçüncü San Mirzə üsyanları oldu. 1743-cü ildə birinci San Mirzə üsyanı oldu. San Mirzələr bunlara tarixdə deyirlər yalançı şahzadələr. Özləri Səfəvi Şah Sultan Selim oğlu kimi qələmə verdi. 1743-cü ildə Şamaxıda birinci San Mirzə üsyanı başladı. Bu şəxs Şamaxıda hakimiyyəti ələ alsa da 1743-cü köməkçisi isə Qazi Qumruqlu Surxay xan. Hacı Dağda vaxtında kömək edən Surxay xan var ya, həmin şəxs. Deməli, köməkli eləsə də Şamaxı döyüşünə 1743-cü ildə birinci San Mirzə məğlub oldu. Hətta birinci San Mirzə Nadir Şahın qoyduğu vergiləri ləğv edir, əhalinin rəğbətini qazanır. Amma 43-cü il Şamaxı döyüşünə məğlub olur. İbrahim xanı məğlub edib. İbrahim xanı. Nadir Şahın qardaşı. Nadir Şahın qardaşı İbrahim xan 1738-41-ci il Can Balakən üsyanında öldürülür. Yaxşımı? 43-cü ildə ikinci San Mirzə üsyanı baş verdi. O üsyanda Şirvanda baş vermişdir. İkinci San Mirzə üsyanının köməkçisi kimi idi? Surxay xanın oğlu. Bu adam 43-cü il Şabran ilə Dərbənd arasında döyüşdə qalib gəldi. Lakin elə həmin il 43-cü il Aks döyüşünə məğlub oldu, qaçdı Gürcüstana. Gürcü çarı onu təhvil verdi Teymurazı. Gürcü çarı Teymuraz daha doğrusu gətirib təhvil verdi. Nəsrullah Mirzə də Nadir Şahın oğluna təhvil vermişdir. Sonra uşaqlar 47-ci ildə 3-cü San Mirzə Təbrizdə üsyan qaldırdı. Lakin həmin zaman Təbrizdə başlayan üsyanı Nadir Şahın əmisi oğlu Əmir Aslan xan yatırmışdır. Əmir Aslan xan kimdir? Sonraki mövzuda keçən zaman deyəcək. Təbriz xanlığının yaradıcısı Nadir Şahın əmisi oğlu olmuşdur. 47-ci ildə Nadir Şah sui-qəsd nəticəsində öldürüldü. Nadir Şahın sui-qəsd nəticəsində öldürülməsinin nəticəsində Əfşarlar dövləti sürüldü. Təsəvvür edin 36-cı ildə yaranan Əfşarlar dövləti 47-ci ildə sürüldü. Yəni 11 il fəaliyyət göstərir, düzdür. Səbəbi nə idi? Səbəbi dediyim, mövzunun əvvəlində dediyim məsələdir. Yəni Nadirin siyasətindən, kəndlisindən, feodalına qədər hamı narazı idi. Ona görə Nadir Şahın ölməsi Azərbaycan ayrı-ayrı müstəqil dövlətlərə parçalanmasına səbəb oldu. Və nəticədə Azərbaycanda yarandı nələr? Xanlıqlar. Necə ki, yazıda gəlir, biz dedik Xürrəmlər hərəkatının nəticəsində Ərəb xilafəti parçalandı, yeni dövlətlər yarandı. Misal çəkdik, Salari, Rəvvadi, Şəhdadı və s. Eyni zamanda Əfşar imperiyasının parçalanması nəticəsində Azərbaycanda yeni dövlətlər, xanlıqlar yarandı. Gəncə, Şamaxı, Qarabağ, Lənkəran, Şəkil və s. İndi inşallah o sonraki mövzularda onlar keçəcək. Əfşarlar mövzusu bundan ibarətdir. Problemimiz